Salam, necəsiz? Bugün sizinlə belə faydalı video paylaşmaq istəyirəm. Bütün uşaqlı analar məncə bu videoya sevinəcək. Bəlkə də biləniniz var, amma bilməyənlər üçün bölüşüm videonu. Qələm izlərini divandan, parçadan çıxartmaq üçün spirtdən istifadə edirəm. Spirti sprey qaba doldurub ləkələrin üzərinə vururam. Eyni zamanda da əski ilə təmizləyirəm. Heç bir ləkə, iz qalmır, divanın materialını korlamır. Ən azından mənim divanıma materialı velur parçadır. Heç bir ləkə, problem qalmadı. İlk günkü kimi qəşəng oldu. Mən bir çox metod sınamışdım, saç lakı ilə təmizləmişdim. O ləkəni aparırdı, amma divanın parçasını korluyurdu. Faberlikin dərmanı ilə də istifadə etmişdim. Faberlikin dərmanı da işə yarayırdı, sadəcə olaraq qiyməti biraz bahadır. Yəni balaca bir qab 2 manat, 3 manata qiymətinə gəlir. Amma ən yaxşı və ucuz vasitə spirt oldu. Çalışıram oğlumun əlinə qələm verməyim, amma nə etmək olar? Sizdən bir xahişim var. Bu videonu gördüksə like etməyi, rəy yazmağı və bağlantını kopyalamağı unutmayın. Təşəkkürlər.